aldığım sual, İlker necə plan qura bilərəm, İlker ingilis dilini necə öyrənə bilərəm, İlker öz həyatımı necə düzənə soxa bilərəm? Əlbəttə ki, hər birinizə cavab verib fərdi yanaşma yarada bilmərəm, amma sizi öz fərdi yanaşmanızı necə yarada biləcəyinizi öyrənə bilərəm. Bugün sizə balıq verməyəcəm. Bugün sizə balıq tutmağı öyrədəcəm. Getdik. Öz həyatınızı düzənə qoymaq üçün 3 dənə şey ehtiyacınız var. Birincisi, məqsədə ehtiyacınız var. Mən bunu niyə eləyirəm? Məsələn, mən bu boyda işi xaricə gedə bilmək üçün eləyirəm. Bəs sən niyə daha planlı olmağa çalışırsan? Niyə dərs oxumaq istəyirsən? Niyə imtahanlardan yuxarı qiymət almaq istəyirsən? Bunun ilk öncə bir niyəsini tapırıq. Niyəsini tapandan sonra hər şey asandır. Çünki o niyəyə getmək üçün nə lazımdır bizə? Əzm lazımdır. Yəni, uşaqlar, bir şey istəyirsinizsə, onun üçün çabalamalısınız. Papaşotla yaşamırsınızsa. O varsa hər şey həll olur uşaqlar. O varsa problem yoxdur. Əzmi də aldıq yanımıza. İstəyimizi tapdıq, məqsədimizi tapdıq. O əzmlə o məqsədə doğru gedəcəyik, amma gedəcək yol yoxdur. Bilmirik ki, hansı yolla gedək. İndi gəlin onu quraq. Bunun üçün isə bizə tək bir şey lazımdır. ChatGPT. Açırıq ChatGPT-ni. Yazırıq. Biz kimik? Kirimçiyik. Nə iş görəcəyik? Nə qədər vaxtımız var? Bunun hamısını toplayırıq. Məsələn, indi gəlirsə ingilis dilisindən nümunə göstərim. Əla. ChatGPT bizim üçün planımızı qurdu. Gördüyünüz kimi hədəf. Burada nə istədiyimizi. IELTS balımı yazmağı unutmuşdum. Sağ olsun özü 6.5 eləyib, utanmır. 7 istirdik. Gündəlik saatımızı yazıb. Buraya istəsəz özünüz nə qədər saat oxuya biləcəyinizi yaza bilərdiniz. İndi mən detaylı yazmadım. Detaylı bütün punktları detaylı şəkildə yazırsınız. Ondan sonra ümumi struktur qurur sizə. Günlük plan, dərslərini eləməlisiniz və s. və ilaxır. Gördüyünüz kimi. Və məndən çox 9-10-11-lərə tövsiyə videosu çəkməyimi istəyirsiniz. Amma mən 9-10-da çox da örnək bir insan deyildim. Əslən qısa şey videosu çəkə bilərəm istəsəz. İndi 11-ci sinif olsaydım nələr eləyərdim videosu çəkə bilərəm istəsəz. Rəylərdə yazın. Əgər çox istəyirsə niyə də çəkməyim ki. Bunu istəsəz daha da detaylandıra bilirsiniz, günlük də ala bilirsiniz. Məsələn, mən ingilis dilində B1-dən B1 plusu artırmağa çalışanda və vocabulary base-in əsasını artırmağa çalışanda süni intellektdən, ChatGPT-dən çox kömək alırdım. O plan qururdu mənə və eləliklə rahat bir şəkildə oxuya bilirdim. Deyirəm, video işinizə yaramışdır və siz də sonunda öz yolunuzu tapa bilərsiniz. Amma unutmayın ki, ChatGPT nə qədər plan da versə, əzmli bir şəkildə məqsədinizə çatmaq üçün çalışmasanız, bunun heç bir önəmi olmayacaq. Ona görə də özünüzdə iradə formalaşdırmağı və nə üçün çabaladığınızı tapmağı unutmayın. Çünki ən önəmlisi məncə budur. Çünki məqsədsiz bir yol, yəni hara gedəcəyini bilmədən o yolda davam edə bilməzsən. Bir yerdən sonra o yolda mütləq kopacaqsan. Ümid edirəm hər birimiz istədiyimiz yerə çatarıq. Məni izlədiyiniz və dəstəklədiyiniz üçün təşəkkürlər. Əgər video işinizə yaradıysa, daha çox belə məlumat üçün məni izləməyi unutmayın. Hələlik.